Bu D vitaminin özü, K vitaminin özü, məsələn, bu gün kalsium varsa, K2 vitamini yoxdursa, solunma getməyəcək, D vitamini yoxdursa, amma bu günləri təkcə pandemiyadan sonra neçə ailələr elə streslər yaşamağa başladılar. Müharibə arxasından sonra hadisələr baş verdi. İnsanlar bu dəqiqə panik, nevroz, atak və s. kimi var. Amma bunların hamısının mikroelementlərlə bərpa etmək olar. Belə bir söz var. Çinlilərin xəstələnib həkimə getmək, sanki suyu quruyandan sonra quyunu qazmaq kimi bir şeydir. Amma gəlin biz xəstələnməmiş, elə edək ki, sağlam olaraq heç həkimə də ehtiyac olmasın. Olsun insanların bu günləri durumuna baxanda cəmi 5 var dünyada sağlam insan var. Tam bizim dediyimiz sağlamda. Artıq sağlam deyirlər, xəstəlik önü vəziyyətdirlər, premorbid vəziyyət. Saç tökülmə, baş ağrı, gözdə zəiflik, qulaqda eşitmə zəifliyi. Bəzi xanımlar deyir ki, sanki mənim beynimdə transformator səsi var, uğultu var, keçmir, ha doktor. Nerpatolog da müalicə bu keçmir. Çünki kalsium çatışmazlıqdan və depoda kalsium, omurqada kalsium çatışmazlıqdan söhbət gedir. Bu dünyada artıq bu günləri kalsiyemiya deyilən bir xəstəlik, osteoporoz və yaxud da artıq sümük əriməsi epidemiyası başlayır. Bu dəhşətli bir haldır. Ona görə biz vətəndaş olaraq, məktəblərə baxanda görürsən ki, karşımızdan uşaqların hamısı eynək taxır. Bəs bu uşaqlar böyüyüb yaxşı əskər, yaxşı ana ata olması haqqında biz kim düşünməlidir?